İnnel hamdalillah nahmaduhu ve nestainuhu ve nestağfiruh ve na'udzu billahi min şururi enfusina ve seyyiati a'malina. Men yehdihillahu fela mudille leh ve men yudlil fela hadiye leh. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Amma ba'd. Allah Subhanahu taala yardımı və tövfiqi sayəsində İmam Buxarinin Səhihinin növbəti kitabına keçid alırıq. Buyurur rahimehullah. Bismillahirrahmanirrahim. Kitabus Salah. Yəni Bismillahirrahmanirrahim namaz kitabı. Və bab açır. Birinci bab buyurur: Bəbun keyfə furidatus salatu fil isra. Namaz isra vaxtı, isra hadisəsində necə fərz olundu? Yəni əs-salə bilinsin ki, lüğətdə, yəni əd-dua və istiğfar deməkdir. Yəni lüğəvi mənası əs-salə sözünün, hansı ki əs-salə ərəbcə biz namaz deyə tərcümə edirik, amma lüğəvi mənası dua və istiğfar. Və deyiblər həmçinin təzim, həmçinin deyiblər istiqamə və digər sözlər, amma məşhur olan əd-dua və istiğfar, dua və bağışlama deməkdir. Lüğətdə isə, şəriətdə isə istilahi mənası isə qısa olaraq əqval və əfəal məxsusa. Ən sadə təriflərdən, yəni xüsusi məxsus sözlər və feillərin toplusu. Buna namaz deyirlər. Və Allah Subhanahu taala öz kitabında möminləri tərif edərkən birinci namazla başlayır. Bütün əməllərdən öncə birinci namazı gətirir və buyurur: "Qad əfləhəl mu'minun." Möminlər nicat tapdı. "Əlləzinəhum fi salatihim xaşiun." O kəslər ki, öz namazlarında mütidirlər, xuşu içindədirlər. Və onların ən birinci gətirdiyi möminlərin təriflədiyi ən birinci vəsfləri nə oldu? Onları namazda xuşulu olmaqları ilə vəsf etdi və bunu önə çəkdi. Və sonra həmən, yəni qıssanın axırında təzədən yenə namazı Allah Subhanahu təzədən zikr eləyir və onun, yəni Allah əzəmətini bildirmək üçün və Allah Taala yaxınlaşan səbəb olduğunu bildirmək üçün və yəni namazı qiyam edənlər, namazı doğru düzgün qılanlar və namazı qoruyanlar, yəni daim vaxtında gözəl şəkildə qılanlar haqqında danışır və onlara nə vəd edir? Böyük bir savab vəd edir. Böyük bir savab vəd edir və buyurur: "Vəllezînehum alə salavatihim yuhafizun." O kəslər ki, öz namazlarını qoruyarlar, "Ulaike humul varisun, ellezîne yerisunel firdevse hum fiha xalidun." O kəslər, onlar varislərdir. Nəyi varis edəcəklər? O kəslər ki, Firdevs cənnətlərini, yəni miras olaraq götürəcəklər, yəni orada yerləşəcəklər və orada əbədi qalacaqlar. Yəni bunun cəzil savab, böyük savabını Allah Subhanahu bizə öz kitabında bildirmişdir. Bilinsin ki, Allah Taala'nın möminlər üzərində imandan daha böyük neməti yoxdur. Bu dünyada Allah Taala'nın möminlərə verdiyi ən böyük nemət nədir? İmandır. Onun rübubiyyətinə qarşısında müti olmaq və sonra onun nemətlərini qəbul etmək, etiraf etmək və Allah Taala'nın insanın qulun üzərinə etdiyi fərzləri, qıldığı fərzləri, yəni etiraf edib o fərzləri əməl etmək, onları qorumaq və bu fərzlərin də qeyd etdiyimiz kimi ən birincisi nədir? Namazdır. Namazın cəlalətini, əzəmətini, yəni bilərək, Rəbbinin əzəmətini bilərək namazı qılmaqdır. Və Allah Subhanahu taala öz quluna özünün tövhidi və Rasulunun təsdiqindən sonra birinci əməl nə əmr etmişdir? Namazı etmişdir. Namazı etmişdir. Ən birinci fərz də namaz olaraq bilinmişdir. Və bu Allah Taala öz kitabında xəbər verir ki, bu Allah Taala'nın möminlərə, həmçinin öz qullarının, peyğəmbərlərdən olan qullarına əmr etdiyi vaciblərdəndir. Bizim ümmətdə Muhammed sallallahu əleyhi və səlləm başda olmaqla, həmçinin bizdən öncəki ümmətlərdə də peyğəmbərlər başda olmaqla. Və Allah Taala'nın yəni namazı digər peyğəmbərlərə fərz etməsinin dəlilləri ayələrdə çoxdur. Allah Subhanahu taala buyurur: "Və mə umiru illə liya'budullaha muxlisina lehu'd-din hunafa'a və yuqimus-salah." Onlara yalnız dini tək Allaha xas edərək, hənif olaraq ona ibadət etmək əmr olunmuşdur və yuqimus-salah və namazı da doğru düzgün qılmaq əmr olunmuşdur. Və qeyd etdiyimiz kimi tövhiddən sonra ən əzəmətli vacib namazdır və o dinin dirəyidir və İslamın rükunlarından bir rükundur. Və qulun qiyamət günü ən birinci soruşulacağı əməldir. Və namaz bilinsin ki, nurdur. Qulun üzündə nurdur, onun bədənində nurdur, onun qəlbində nurdur və onun qəbrində nurdur. Və sırat üzərində nurdur və ən xeyirli
ən xeyirli məkandır, ən xeyirli mövqedir və insanın edəcəyi ən xeyirli işdir, ən xeyirli əməldir. Və həmçinin namaz günahların bağışlanmağına yəni mükəffirat, günahların kəffarəsidir, xətaların kəffarəsidir, cənnəti gərəkdirən əməllərdəndir və Allah Taala'ya da ən sevimli əməllərdəndir. Və hər bir sıxıntının, hər bir tövbə edənin dönəcəyi yer namazdır və peyğəmbərlərin əməlidir. Necə ki Musa əleyhissalam haqqında Allah Taala buyurur: "Və aqimus-salate li-zikri." Allah Taala əmr edir ki, mənim zikrim üçün, məni zikr etmək üçün namaz qılın. Və həmçinin İsa əleyhissalam nə buyurur? "Və usani bis-salati vez-zakati ma dumtu hayya." Allah Taala məni diri olduğum müddətcə namazı və zəkatı mənə tövsiyə etdi, yəni fərz etdi. Və budur İbrahim Xəlilullah öz Rəbbinə dua edərkən nə dedi? Rabbana inni askantu min zurriyyati bivadi ghayri zi zar'in ində beytikal muharram Rabbana liqimus-salah. Ey Rəbbim, mən öz zürriyyətimdən heç bir əkin biçin olmayan, zürriyyətimi heç bir əkin biçin olmayan bir vadidə, sənin haram beytin evinin yaxınlığında məskən etdim, onları orada məskun etdim. Nəyə görə? Rabbana liqimus-salah, ki onlar orada namaz qılsınlar. Və bu mövqelərdə Allah Taala namazdan başqa əməl diqqət etsə, burada zikr etmədi. Və bu da onu dəlalət edir ki, alimlər buyurur ki, bu ayələrin belə formada gəlməyi ən böyük dəlillərdəndir ki, namazdan böyük, yəni əməl yoxdur. Hətta ona çatacaq heç bir əməl yoxdur. Və Allah Subhanahu Taala namazı həmçinin İsmailə, İshaqa və Yaqub və Zəkeriya əleyhissalatu vesselam onların hamısına fərz buyurmuşdur. Necə ki Allah Taala buyurur: "Vazkur fil kitab İsmail innehu kana sadiqal va'di və kana rasulan nabiyya." Sən öz kitabında, bu kitabda İsmaili zikr et. O vədinə sadiq olan rasul və nəbidir. Və kana ya'muru əhləhu bis-salah, və öz əhlinə namazı əmr edərdi. Həmçinin Allah Taala buyurur: "Və vəhabna lehu İshaqa və Yaquba nafilatan və kullan ca'alna salihin." Və biz ona İshaqı və bir də Yaqubu əta etdik, bəxş etdik və hər bir onların hamısını salihlərdən etdik. Və ca'alnahum a'immatan yahduna bi'amrina. Və onları bizim hidayətimiz üzərində insanları yönəldən imamlar etdik. Və uhayna ilayhim fi'lal xeyrat və iqamus-salati və itaiz-zəka. Və biz onlara xeyir işlər görməyi, namazı doğru düzgün qılmağı və zəkat verməyi əmr etdik, vəhy etdik. Və həmçinin Allah Taala Zəkəriyanın qıssasında buyurur: "Fənadatul mələikatu və huve qaimun yusalli fil mihrab." Mələklər bir zaman ki Rəbbinə dua edəndə mələklər ona səslənirlər. O nə edirdi? Qaimun yusalli fil mihrab. O mihrabda, yəni öz otağında, hücrəsində namaz qılırdı. Həmçinin Allah Subhanahu Taala öz peyğəmbəri Davudu vəsf edərkən o vaxt ki Davud tövbə etmək istəyir, etdiyi əməldən, öz xətadan tövbə etmək istəyir və Allaha namazla dönməkdən başqa bir yol tapmır. Necə ki Allah Taala buyurur: "Vəstəğfara rabbahu və xarra rakian və anab." O Rəbbinə istiğfar etdi və xarra rakian və anab. Yəni səcdəyə, yəni namaza qapandı və tövbə etdi. Abdullah ibn Amr rəvayət edir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm belə demişdir: "Əhabbul salati ilallahi salatu Davud." Allah Taala'ya ən sevimli namaz Davudun namazıdır. Kana yenamu nisfal leyl. Hansı gecənin yarısını yatardı və digər və hədis uzundur. Yəni şahid olan səs odur ki, Allah Subhanahu Taala həmçinin Peyğəmbər Davuda əleyhissalama da namazı əmr etmişdir. Həmçinin Yunus əleyhissalam, əgər o namaz qılanlardan olmasaydı, qiyamət gününə qədər balığın qarnında qalardı. Necə ki İbn Abbasdan rivayət olunur: "Fələulə ennehu kana minel musabbihin." O ayət ki Allah Taala deyir ki, əgər o təsbih edənlərdən olmasaydı, Allahı yəni həmd edənlərdən, tərifləyənlərdən, bütün nöqsanlardan pak və uca tutan olmasaydı və burada musabbihin sözü İbn Abbas təfsir edir ki, qalə minəl musallin. Namaz qılanlardan olmaz. Yəni namazda Allahı təsbih edənlərdən olmasaydı. Və həmçinin Allah Taala bizə xəbər verir ki, bütün peyğəmbərlərin çıxışı, sıxıntı zamanı dönəcəkləri yer namaz idi. Onlar Rəbblərinə namaz ibadət edirdilər və ona namazlarla yaxınlaşırdılar. Necə ki Allah Taala buyurur: "Fəxələfə min ba'dihim xalfun adaa'us-salata vetteba'uş-şəhəvat fesawfa yalqawna ghayya." Onlardan sonra gələnlər haqqında buyurur Allah Taala. Onlardan sonra, yəni peyğəmbərlərdən sonra bir qövm gəldi ki, namazza etdilər və öz şəhvətlərinin dalınca getdilər və biz onları ghayya, yəni qoyacağıq, yerləşdirəcəyik. Ghay təfsirdə gəlib ki, cəhənnəm dərilərindən bir dərədir və yaxud da ki, cəhənnəm əhlinin ətinin, bədəninin irinin töküldüyü yer bir vadidir.
Və həmçinin Allah Subhanahu taala Məryəm əleyhissalam Məryəm haqqında buyurur: "Ya Məryəm uqnuti li rabbiki vascudi varki'a ma'ar-rakin." Ey Məryəm, Rəbbinin qabağında müti ol, onun üçündür səcdə et, namaz qıl, yəni namaz qılanlarla, ruku edənlərlə bir yerdə ruku et. Həmçinin Allah Taala mələklər haqqında buyurur ki, onlara əmr olunub çoxlu ibadətlər etmək, xuşu içində, mütilik içində, səcdələri, rukuları çoxaltmaq. Necə ki Mücahid buyurur, "Kânət Məryəm əleyhissalam" Allah Taala üzr istəyir, mələklər Məryəm əleyhissalam əmr edirlər ki, salat, namazı çoxaltsın, duanı çoxaltsın. Necə ki buyurur, Mücahid rivayet edir ki, Məryəm əleyhissalam təqumu hatta tatavarramu ka'baha. Məryəm o qədər ibadət edər ki, hətta onun topuqları şişərdi. Və qalal Həsən bu ayənin təfsirində buyurub ki, "Vascudi varki'a ma'ar-raki'in." Ruku edən səcdə et, ruku edənlərlə səcdə edənlər bir yerdə ruku et. Yəni eykuni minhum. Yəni onlardan ol. Yəni namaz qılanlardan ol. Həmçinin Allah Taala Yahya ibn Zəkəriyə nə əmr etmişdi? 5 kəlmə, 5 söz əmr etmişdi. 5 əmr etmişdi, hansı ki onları yerinə yetirməyi və həmçinin Bəni İsrailə də bunu etməyi əmr etmişdir. Və onlardan Allah Taala sayarkən buyurur: "İnnallaha əmrani bi xamsi kelimatin an a'mala bihinna." Buyurur Allah Taala mənə 5 söz verib ki, əmr edib ki, onlara əməl edib. Və əmuruhum an ta'malu bihinna. Və həmçinin Bəni İsrailə əmr edim ki, bu sözlərə əməl etsinlər. Və əvvəluhunna an ta'budullaha və la tuşriku bi şey'a. Onlardan ən birincisi tək Allah'a ibadət edib ona heç kəs şərik qoşmamaqdır. Və sonra və innallaha əmarakum bis-salah. Allah Taala sizə namazı əmr etmişdir. Və fəizə sallaytum fələ təltəfitu. Əgər namaz qılarsanız, namaz qıldığınız vaxt, yəni o yana bu yana üzünüzü çöndərməyin. Fəinnallaha yansib vəchehu li vəchi abdihi fi salatihi ma lam yeltefit. Çünki Allah Taala qul namazda ikən öz üzünü Allah Taala qulun yəni üzünə tərəf üzünün qarşısında tutur, yəni üzbəüz gəlir və qul yəni üzünü ora-bura döndərmədiyi müddətcə. Və hədisdə də gəlib, "Xamsu salavatin iftaradahunna Allahu Teala min an ahsana wudu'ahunna və sallahunna li vaqtihinna və atamma ruku'ahunna və xuşu'ahunna kana lahu ala'Allahatun an yaghfira lahu." Həmçinin məşhur hədisdə, Əbu Davudun rivayət hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Allah Taala 5 namazı əmr edib. Kim onları gözəl şəkildə dəstəmazını edərsə, onun üçün gözəl şəkildə dəstəmaz alarsa və vaxtlarını qoruyaraq qılarsa və rukusunu, xuşusunu tamamlayarsa, o Allah Taala tərəfindən ona əhd var ki, onu bağışlayacaq. Allah Subhanahu bizi onlardan etsin. Həmçinin bilin ki, Allah Taala yəni öz şəriətində namazı həvəsləndirməklə bərabər onu tərk edənlərə qarşı da şiddətli, yəni vəidlər, şiddətli hədələr bizə bildirmişdir. Məsələ şədiddir. Vəl-vəidu əkid, yəni vəid də o hədə də yəni qorxuludur, yəqindir. Necə ki İbn Nasr, Hafid İbn Nasr buyurur: "Və haka anil kuffar annahum lamma su'ilu ba'da dukhulihim nar fi qila lahum." O kafirlər ki, onlar cəhənnəmə daxil olandan sonra onlardan soruşulanda ki, "Mə səlakakum fi saqar?" soruşdular, "Sizi saqara, yəni cəhənnəmə salan nə idi?" Nə dedilər birinci olaraq? "Qalu lam nakum minal musallin." Birinci vəsf olaraq nəyə gətirdilər? Dedilər ki, biz namaz qılanlardan deyildik. Və başqa ilk olaraq bu əməli zikr etmələri nə idi? Dəlildir ki, bu əzəmətli əməldir. Yəni namazın tərki əzəmətli məsələdir. Necə ki Allah Taala buyurur: "Ya eyyuhellezine amanu la tulhikum amwalukum və la auladukum an zikrillah." Ey iman gətirənlər, sizin mallarınız və övladlarınız Allahın zikrindən sizi yayındırmasın. "Və men yef'al zalika fa ulaikumul khasirun." Bu nedənlər xüsrana, ziyana uğrayanlardır. Həmçinin Allah Taala təbarək və təala buyurur: Kafiri danlayarkən, yəni kafiri məzəmmət edərkən, "Fələ saddaqa və la sallə." O nə təsdiq etdi, yəni Rəsulu, nə də namaz qıldı. Yəni namazı tərk etmək kimlərin vəsfidir? Kafirlərin, müşriklərin vəsfidir. Və diqqət etdinizsə, yəni risaləti təsdiqə, hansı ki ondan daha böyük əməldir, nəyə əlavə etdi Allah Taala? Yalnız və yalnız namaza əlavə etdi. Bu da namazın tərkinin nə qədər şiddətli, əzəmətli əmr olduğunu göstərir. Və lakin kəzzəbə və təvəllə. Yalnız neynədir? Kəzzəbə, yalanladı. Yəni saddaqa sözünün əksi nədir? Kəzzəbə. Allah Taala buyurur. Birincidir fələ saddaqa, təsdiqləmədi, sonraki ayədə gətirir. Və lakin kəzzəbə. Amma yalanladı.
İkinci söz nə idi? Və lə sallə və namaz qılmadı. Onu da necə Allah Taala sonra bildirir? Və təvəllə. Və lakin kəzzəbə və təvəllə. Yəni sidqin əksi yalandır və namazın da əksi üz döndərib getmək, tərk etmək. Yəni mənlik deyil. Və Allah Taala bunun üçün bunu öz kitabında bildirir. Yəni və təvəlli tərkis salah necə gətirir alimlər və qayrha minəl faraid. Və təvəllə üz döndərmək nədir? Namazın və digər böyük fərzlərin tərkinə deyilir. Yəni bu Allahın dinindən üz döndərməkdir. Allah bizi qorusun. Həmçinin İbn Nasr buyurur: "Qala Allah Teala və izə qila lehum irka'u la yerka'un." Allah Taala bu sözləri barəsində deyir ki, onlara deyəndə ki, ruku edin, onlar ruku etməzlər. Vaylu yevme izil lil mukezzibin. Həmən gün yalan sayanların, yalanlayanların vay halına. Mursalat surəsində. Yəni ruku etməyi, tərk etməyi Allah Taala nəyə bərabərlədi? Yalanlara, yalanlayanlara. Və həmçinin Allah Taala buyurur: "Və qala innema yu'minu bi ayatina allazina iza zukkiru biha kharru succada və sabbahu bihamdi rabbihim." Bizim ayələrimizə həqiqi iman gətirənlər kimdir? Onlara zikr olunan zaman, yəni Allah Taala din xatırlanan zaman onlar nə edilər? Nə edirlər? Kharru succada. Səcdəyə qapanarlar. Və sabbahu bihamdi rabbihim. Və öz Rəbblərini həmd-səna edərlər. Həmçinin Allah Taala öz peyğəmbərinin, nəbisinin dili ilə sallallahu əleyhi və səlləm namazı tərk edənlərə şiddətli təhdidlər bildirmişdir. Hətta onu tərk edəni imandan çıxartmağını belə peyğəmbər sallallahu əleyhi və səlləm bizə bildirmişdir. Və qulun zahiri əməllərindən başqa, namazın tərkindən başqa bir şeyi, yəni küfrlə hədələməmişdir. Və yəni küfrlə iman arasında tərəzi qoymamışdır. Və yalnız nəyə qoymuşdur? Namazı qoymuşdur. Necə ki, Cəbir ibn Abdullah deyir: "Qala Rasulullah sallallahu əleyhi və səlləm: "İnne beynər-raculi və beynəş-şirki vel-kufri tərkəs-salah." Buyurur ki, kişinin bir insanın imanı ilə, yəni bir insanla onun küfrə və şirkə düşməsinin arasında duran nədir? Namazın tərkidir. Həmçinin burayı da bildirir: "Qala semit Rasulullah sallallahu əleyhi və səlləm." Deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm belə eşitdim: "Əl-əhdullezî beynənə və beynəhum əs-salah." Bizim ilə onların arasında, yəni kafirlərin arasındakı əhd, fərq nədir? Namazdır. "Fəmən tərəkəhə fəqad kəfər." Kim onu tərk edibsə artıq küfr etmişdir. Həmçinin Əbu Darda radiyallahu anh buyurur: "Qala usani xalili." Buyurur ki, xəlilim, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm sevgilim, yəni demək istəyir. Mənə bunu vəsiyyət etmişdir. "Ən la tuşrik billah şeyə." Allah heç bir şey şərik qoşma. "Və in quti'ta və hurriqt." Hətta sənin, yəni əl qolunu sənin yəni doğrasalar da və hətta səni yandırsalar da. "Və la tatruk salatan maktubatan mutaammidan." Və sənə fərz qılınmış namazı üzürsüz olaraq, yəni qəsdən tərk etmə. "Fəmən tərəkəhə mutaammidan fəqad bəriyət minhu zimmə." Kim namazı qəsdən tərk edərsə, artıq o, yəni onun zimmə, onun üzərindən bəraət qalxmışdır. Yəni Allah Taala onun üzərində qarşı heç bir vədi, bəraəti yoxdur. Həmçinin Ömər ibn Xəttabdan rivayət olunur ki, nə vaxt ki o yəni yaralandı, onu xəncərlə vurdular. Dəxəl əleyhi, yəni onun Əl-Misvar ibn Məxrəmə və İbn Abbas onun yanına daxil oldular. Fələmmə əsbəhə min qadin fəzzəuhu. Yəni sabahladığı zaman ona fəzzəuhu, yəni onu oyatmaq istəyirlər, onu yəni ayıltmaq istəyirlər. Deyirlər ki, əs-salə. Deyirlər ki, onun yanında namaz. Fəfəziyə fəqal. Və Ömər radiyallahu anh özündən getmişdi. Yəni namaz səsini eşidən kimi ayılır və deyir ki, "Nəam, la hadla fil İslam limen tərəkə salə fəsallə vəl-cürhu yəs'abu dəmən." Və deyir ki, bəli, namazı tərk edən İslamdan payı yoxdur və durub namaz qılır, yarasından qan axdığı halda. Hətta bəziləri, onlar Ömər yəni özündən gedəndə oyada bilmirlər. Bəzi insanlar deyir ki, əgər o ayılmırsa, onun yanında namazı zikr edin. Fəqal, yəmrəl mumin əs-salə əs-salə. Yəni özündən gedib gözləri bağlı deyirlər, yəmrəl mumin, namaz, fətəhə ayneyh. Və gözlərini açır və qal, əs-salatu əs-salə, hə Allahi idə və lə hadda fil İslami limən tərəkə salə. Deyir, namaz, hə. Yəni namazı tərk edən İslamdan payı yoxdur. Həmçinin oxşar rivayət Abdullah ibn Məsuddan rivayət olunub. O deyir ki, "Əs-salatu alə vaxtiha."
Deyir ki, namaz öz vaxtlarında qılınmalıdır. Mən tərəkəs salətə fələ dinələ. Kim namazı tərk edibsə, onun dini yoxdur. Və an Hüdeyfədə rəvayət olunur ki, Hüdeyfə radiyallahu anhu ənəhu rəə rəculən qad xaffəfə fis-salə. Namazı yüngül qılan bir kişi görür. Qalə mundu kəm hədihi salatuk. Deyir ki, nə qədər vaxtı belə namaz qılırsan? Qalə mundu 40 sənə. Deyir ki, 40 ildir belə namaz qılıram. Qalə salleytə mundu 40 sənətən mə salleytə mundu 40 sənə. Deyir, sən 40 ildir namaz qılmamısan. وَلَا مُتَّ وَأَنْتَ تُصَلِّ هَذِي الصَّلَاةِ لَمُتَّ عَلَى غَيْرِ فِطْرَةِ Muhammed sallallahu aleyhi ve sellem. Əgər bu namaz belə qıldığın halda ölsəydin, sən Muhammedin sallallahu aleyhi ve sellem fitrətində ölməzdin. Yəni başqa fitrətdə ölərdin. Həmçinin Əbu Darda deyir ki, "La imanə limen la salate lehu." Namazı olmayanın imanı yoxdur. Həmçinin Səd ibn Umara deyir ki, bir kişi ondan, yəni sahabələrdəndir, radiyallahu anh, bir kişi ondan nəsiyyət istəyir. Yəni deyir ki, məndən nəfsim üçün nəsiyyət et. Rahimakallah, Allah sənə rəhm etsin. Və deyir ki, o cavabında İzə əntə qumtə iləs-salə fəəsbiğul vudu fəinnəhu la salate limen la vudu ələh. Deyir ki, namaza durduğun zaman dəstəmazı gözəl şəkildə al. Çünki dəstəmazı olmayanın namazı yoxdur. Və la imani limen la salate ləh. Və namazı olmayan da imanı yoxdur. Thumma iza sallayta fasalli salatal muwaddi'. Və sonra əgər namaz qılsan, sanki vidalaşan, yəni dünyada sonuncu namazın kimi, vidalaşan kimi, bu dünya ilə vidalaşdığın kimi namaz qıl. Sanki hər namazın bu dünyada sanki qılacağın axırıncı namaz olduğu kimi namaz qıl. Və Cəbir deyir ki, ondan bir kişi soruşur ki, "Əkuntum ta'udduna zənbə fikum şirkə?" Siz deyir, günahlar özünüz arasında sahabələr günahı şirkdən sayardınızmı? Qalə lə. Deyir, xeyr. Qalə və suilə mə beynəl abdi və beynəl kufr. Və ondan soruşurlar ki, qulla küfr arasındakı nədir? Olan nədir? Buyurur, tərkus salə. Namazın tərkidir. Və həmçinin Abdullah bin Şəqiqdən məşhur tabinlərdəndir, məşhur rivayətdə buyurur ki, ləm yəkun əshabun nəbi sallallahu aleyhi ve sellem yaramna şeyən min əməl tərkuhu kufrun qayrə salə. Buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem səhabələrindən heç bir əməlin tərki, namazdan savayı digər əməllərin tərkini küfrdən saymazlar. Yəni, hansısa əməlin tərkini, yalnız namazın tərkini küfrdən sayardılar. Və sonra İbn Abbasın, İmam Buxari İbn Abbasın sözünü gətirir, buyurur. Və qal İbn Abbas, həddəsəni Əbu Sufyan. Yəni, bizim keçdiyimiz Əbu Sufyanın Hiraqlın hədisidir. Deyir, Əbu Sufyan mənə rəvayət etdi ki, fi hədisi Hiraql, yəni Hiraqlın hədisində, və qalə, yə'murnə, yəni Nəbi sallallahu aleyhi ve sellem bis salati və sidq və əfəf. Peyğəmbər sallallahu bizə nə əmr edir? Nə vaxt Hiraql ondan soruşur, nə əmr edir? Bizə nə əmr edir? Deyir ki, namazı sidq, doğru düzgün olmağı və iffətli olmağı əmr edir. Və bunu rəvayət edən Əbu Sufyandır. Və İmam Buxari bunu gətirməklə bildirir ki, yəni namaz hicrətdən qabaq fərz olunmuşdur. Çünki Peyğəmbər nə deyir? Yə'murna bis salə və Əbu Sufyanla Hiraqlın hadisəsi də hicrətdən qabaq idi. Yəni namaz Məkkədə fərz olunmuşdur. Həmçinin alimlər icma gətirir ki, namazın fərz olmağı İsra gecəsindədir. Namazın fərz olmağı İsra gecəsindədir. Bu da nə vaxtdır? Yenə hicrətdən qabaqdır. İsra'nın vaxtında ixtilaf var, amma icmadır ki, hicrətdən qabaqdır. Çünki açıq aydın hədisəyə ki, Məscid-i Haram və Məscid-i Kəbə rivayətləri gəlib. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm Kəbədən, Kəbə məscidinə və yaxud Məscid-i Haramdan göyə qaldırılmışdır. Və Peyğəmbər sallallahu əleyhi və səlləm bildiyiniz kimi axırıncı sözlərinin əmrlərindən biri nə olub? Nə vaxt gözünü açıb deyib ki, əs-salə, əs-salə, namaz, namaz. Həmçinin başqa rivayətdə gəlib ki, buyurur ki, yəni namaz və əllərinizin altında olanlar. Və həmçinin sələf-i salihdə öz ailələrini, əhlilərini namazı, fərzləri əmr etməklə məşhurdular. Hətta nafilə namazları, gecə namazlarını belə əmr edədilər. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Əli radiyallahu anh evinə gəlib və qapını döyür, gecə namazını qılın. Və həmçinin gecə namazına duranda nə deyirdi? Əyqidu səvahibə hücürət. Səvahibə hücürət, yəni ev qadınlarını oyadın. Nə üçün? Vitr üçün. Və həmçinin Ayşəyə nə deyərdi? Qumi fəəvtiri ya Ayşə. Dur və ey Ayşə, vitr namazını qıl. Ömər ibn Xattabdan rivayət olunur ki, o Allah Taala'nın istədiyi qədər gecə namazları qılardı. Hətta idə kəni min əxril leyl.
gecənin sonuna az qalmış, ayqada əhləhu bis-salah, öz ailəsini də namaza oyadardı. Yaqul lahum, onlara deyərdi ki, əs-salah, yatlu hadiləyə. Bu ayəni oxuyardı. Və'mur əhləkə bis-salat vastabir aleyhə. Ailənə namazı əmr et və onu da səbirli, özün də ona qarşı səbirli ol. La nəsəlükə rizqan nəhn narzuquk və la aqibətu lit-təqva. Biz səndən ruz istəmirik, biz səni əksinə ruzləndiririk və aqibət də, xoşsonluq da təqvanındır. Və İmam Buxari bu babın altında 349-cu hədisi gətirir. Buyurur, Həddətən Yahya bin Bukeyr, qalə həddətən Leyth ibn Sa'di, ən Yunus ibn Yazid el-Eyli, ən ibn Şihab, bilirsiniz, Zuhri, İmam Zuhri məşhur, ən Ənəs ibn Məlik, Ənəs ibn Məlikdən rivayət edir. Qalə, kənə Əbu Zər yuhəddisu ənə Rasulullah sallallahu aleyhi ve sellemə qal. Ənəs kimdən rivayət edir? Əbu Zərdən. Yəni, burada sahabədən rivayəti var. Deyir ki, Əbu Zər belə rivayət edər ki, Peyğəmbər sallallahu aleyhi ve sellem demişdir. Yəni, Ənəs mənsardır, Əbu Zər mühacirlərdəndir. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem İsra vaxtı Ənəs görməyib onu. Amma bu Əbu Zərdən rivayət edir. Buyurur ki, Furicə ən saqfi beyti və ənə bi Məkkə. Peyğəmbər sallallahu aleyhi ve sellem rivayət edir ki, mən Məkkədə olarkən evimin damı aralandı. Fənəzələ Cibril və Cəbrail əssalam oradan indi. Aleyhissalam. Fəfərəcə sadri və mənim sinəmi araladı, açdı. Thumma qasələhu bimə'i zəmzəm və onu, yəni sinəmi açdığında, yəni sinəmi araladı içərdən və onu zəmzəm suyu ilə yudu. Thumma cəə bit-tast, sonra isə bir ləyən gətirdilər, min zəhəbin, qızıldan olan ləyən gətirdilər, hansı ki mumtəliun hikmətən və imanən. İman və hikmət dolu qızıl ləyən gətirildi. Fəəfrəqəhu fi sadri və onu mənim sinəmə dolu tökdü. Thumma ətbəqəhu və sonra sinəmi bağladı. Thumma əxədə biyədi, sonra əlimdən tutdu. Fəərəcə bi ilə səmai dünya və mənimlə dünya səmasına qalxdı. Fələmmə ci'tu ilə səmai dünya qalə Cibril və nə zaman ki onun dünya səmasını yaxınlaşanda Cibril əleyhissalam dedi ki, lixazin səmai iftəh. Yəni, səmanın qoruyucularına dedi ki, açın, qapını açın. Qalə mən hədə. Ona soruşdular ki, bu kimdir? Qalə hədə Cibril. Deyir ki, bu Cibrildir. Qalə həl mə'kə əhəd. Qapının, yəni qoruyucular, səmanın qoruyucuları deyir ki, mələklər, səninlə bərabər kimsə varmı? Qalə nə'm mə'i Muhammed sallallahu aleyhi ve sellem. Cibril əleyhissalam deyir ki, bəli, mənimlə Muhammed sallallahu aleyhi ve sellem var. Fəqalə ursilə ileyh. Soruşurlar ki, onunla göndərilibmi, onun dalına göndərilibmi? Qalə nə'm, dedilər ki, Cibril əleyhissalam deyir ki, bəli. Fələmmə fətəhə ələvnə əs-səmə dünya. Və ondan sonra qapı açılır və biz dünya səmasına deyir, qalxarıq. Fəidə rəculun qaidun alə yəminihi əsvidə və alə yəsərihi əsvidə. Və biz bir kişinin yanından keçdik və yaxud onun sağ tərəfində bir toplum, bir qaraltı insanlar var idi. Həmçinin sol tərəfində də bir toplum, qaraltı insanlar var idi. İdə nəzərə qibələ yəminihi dahik və idə nəzərə qibələ yəsərihi bəkə. O, sağ tərəfinə baxanda həmən o insan gülürdü, sol tərəfinə baxanda isə ağlayırdı. Fəqalə mərhəbən bin nəbi salih və bin salih. Və o Peyğəmbər sallallahu əleyhi və səlləm görən deyir ki, salih Peyğəmbərə mərhaba olsun, yəni salamlar olsun, xoş gördük və həmçinin bir ibn salih, həmçinin salih övladı da xoş gördük. Qultu li Cibril, mən hədə, mən Cibrildən soruşdum ki, bu kimdir? Qalə hədə Ədəm və hədihi əsvidə ən yəminihi və şimalihi nəsəmun. Və bu Cibril əleyhissalam deyir ki, bu Ədəm əleyhissalamdır və onun yanındakı, sağında solundakı o toplum isə yəni insanlar, ruhlardır. Nəsəmu bənihi, yəni onun övladlarını, yəni bəni Ədəmdir. Fə əhlül yəmin minhum əhlül cənnə. Sağ tərəf sahibləri cənnət əhlidir. Vəl əsvidətul ləti ən şimalihi əhlün nar. Sol tərəf sahibləri isə cəhənnəm əhlidir. Fəidə nəzər ən yəminihi zahik və idə nəzərə qibilə şimalihi bəkə. Və o sağ tərəf sahiblərinə, cənnət tərəf, sağ tərəfə baxanda, cənnət əhlinə baxanda gülür, sol tərəfə baxıb cəhənnəm əhlini görəndə isə kədərdən ağlayır. Və sonra biz Cibril əleyhissalam məni ilə səmə ithəni, ikinci səmaya qaldırır. Fəqalil xazin, həmçinin səmanın gözətçilərinə deyir ki, iftəh, qapını açın.
Fəqal ləhu xazinuha və gözətçi deyir ki, mislə mə qaləl əvvəl. Birinci dediyi kimi ona həmən sualları verir və qapını açır. Qalə Ənəs və Ənəs radiyallahu anh burada deyir ki, fədəkərə ənəhu vəcədə fis-səmavati Ədəm və İdris və Musa və İsa və İbrahim salavatullahi aleyhim. Və Ənəs burada ixtisar gətirirdi ki, və Peyğəmbər sallallahu xatırladır ki, yəni göydə kimi gördü? Adamı gördü, İdrisi gördü, Musanı gördü, İsanı gördü və İbrahim salavatullahi aleyhim. Allahın salamı, salatı onların üzərində olsun. Bu peyğəmbərləri görüb. Və ləm yusbit keyfə mənaziluhum. Qayrə ənəhu zəkərə ənəhu vəcədə Ədəm fis-səmə dünya və İbrahim fis-səmə sədisə. Və Ənəs deyir ki, yəni Rabi deyir ki, və yaxud Ənəs deyir ki, Əbu Zər, yəni burada bu peyğəmbərlərin mənzillərini zikr etmir. Yəni hansı səmada idi. Ancaq Adəm əleyhissalamın dünya səması və həmçinin İbrahim əleyhissalamın da 6-cı səmada olmağını zikr edir bu rivayətdə. Və yenə Ənəs buyurur ki, fələmmə mərrə Cibrilu bin-nəbi sallallahu aleyhi ve sellem bi-İdrisə qalə. Həmçinin Ənəs deyir ki, Cibril Peyğəmbər sallallahu aleyhi ve sellem İdrisin yanından aleyhissalam keçirərkən, apararkən İdris deyir ki, qalə mərhəbən bin-nəbi salih vəl-əxis salih. Deyir ki, salih nəbiyə, nəbini xoş gördük, həmçinin salih qardaşı xoş gördük. Fəqultu mən hədə və mən soruşdum ki, bu kimdir? Qalə hədə İdris. Və Cibril deyir ki, bu İdrisdir. Thumma marartu bi Musa faqala merhaban bin Nabi Salih vel axi Salih. Sonra Musa'nın yanından keçdik. Və o da dedi ki, Salih peyğəmbəri xoş gördük, həmçinin Salih qardaşı xoş gördük. Və mən soruşdum bu kimdir? Qala hada Musa. Və deyir ki, bu Musadır. Thumma marartu bi İsa faqala merhaban bil axi Salih ven Nabi Salih. Həmçinin İsa əleyhissalam yanından keçir, o da eyni sözlər deyir. Və mən soruşdum bu kimdir? Qala hada İsa. Dedi ki, bu İsa'dır. Thumma marartu bi İbrahim. Sonrasında İbrahim əleyhissalam yanından keçdi. Fəqalə mərhəbə bin Nəbi Salih və libni Salih. Salih peyğəmbəri xoş gördük. Həmçinin Salih oğlu, Salih övladı xoş gördük. Fəqultu mən hədə və soruşdum bu kimdir? Qalə hədə İbrahim. Cəbrail əleyhissalam deyir ki, bu İbrahimdir. Qalə İbn Şihəb. Hədisin ravilərindən İmam Zuhri deyir ki, İbn Şihəb və əxbərəni İbn Həzm deyir ki, İbn Həzm, o da digər ravi, mənə xəbər verdi ki, Ənn İbn Abbas, yəni bu artıq həmən hədisin İbn Abbasdan olan rivayətini gətirir. Ənn İbn Abbas və Həbbətə və Əl-Ənsariyyə kənə yəqulən. Deyir ki, İbn Abbas və Həbbət Ənsari, yəni deyərdilər ki, qalə Nəbi sallallahu aleyhi ve sellem sonra. Thumma uricə bi həttə zahartu li müstəvə əsmə fihi sarifəl əqləm. İbn Abbas və İbn Həzm isə hədisi bir digər rəvayətlərində buyururlar ki, sonra məni Cibril əleyhissalam o qədər yuxarı qaldırdı ki, hətta qələmlərin xışıltısını eşitdim. Yəni lövh məhfuzda qədərləri yazan mələklərin qələmlərinin və yaxud qədərləri yazan qələmlərin xışıltısının səslərini eşitdim. İbn Həzm dedi. Həmçinin İbn Həzm və Ənəs ibn Məlik belə deyiblər. Qalə Nəbi sallallahu əleyhi və səlləm. Bunlar hamısı bir hədisin biraz rivayətlərini gətirir. Fəfaradallahu azza və cəllə alə ümmeti 50 salatan. Və Allah Taala burada mənim ümmətimə 50 namazı fərz etdi. Fəraca'tu bizalik və bununla, yəni bu əmrlə geri qayıtdım. Hətta mərartu alə Musa və Musa əleyhissalam yanından keçərkən fəqalə mə faradallahu ləkə alə ümmətik. Allah Taala sənin ümmətin nəyi fərz etdi? Qultu farada 50 salatan. Dedim ki, mənə 50 namazı fərz etdi. Qalə fərci ilə rabbikə fə innə ümmətəkə la tutiqu zalik. Onda Musa əleyhissalam deyir ki, qayıt Rəbbinə dön, çünki ümmətin bunu bacarmayacaq. Buna gücü çatmayacaq. Fəraca'tu və mən döndüm, geri döndüm. Fəvada şatraha. Və Allah Taala fəvada şatraha və Allah Taala onun yarısını keçdi. Fəraca'tu ilə Musa və təzədən yenə Musa əleyhissalam yanına qayıdanda qultu vada şatraha. Dedim ki, Rəbbim yarısını keçdi. Fəqal irci rabbəkə fə innə ümmətəkə la tutiq. Və Musa əleyhissalam deyir ki, qayıt Rəbbinin yanına, çünki sənin ümmətin bunu da bacarmayacaq. Fəraca'tu fəvada şatraha. Və döndüm və Rəbbim yenə yarısını keçdi. Fəraca'tu ileyhi fəqal irci ilə rabbik. Və yenə qayıdan Musa əleyhissalam yanına o dedi ki, Rəbbinə dön. Fə innə ümmətəkə la tutiqu zalik. Və sənin ümmətin buna gücü çatmayacaq. Fəraca'tu və yenə döndüm. Fəqalə hiyə xamsun. Və burada Allah Taala buyurur ki, hiyə xamsun. O 5 namazdır. Və hiyə xamsunə. Və o 50 namazdır. Yəni 5 namaz qılsaz da 50 namazının savabı var. La yubaddalul qawla ladey. La yubaddalul qawla ladey. Allah Taala buyurur ki, mənim sözüm dəyişilməz. Yəni mənim yanımda söz dəyişilməz. Yəni mən 50 dedimsə 50-dir. 5 deləsəm, amma 50-nin namazı savabını verəcəm. Və raca'tu ilə Musa. Və mən Musa əleyhissalam yanına döndüm. Fəqalə raci rabbəkə fəqultu. Və Musa əleyhissalam yenə dedi ki, qayıt Rəbbinə və dedim ki, istəhiyyəti min Rabbi. Mən öz Rəbbimdən utanıram, həyə edirəm. Thumma intalaqa bi və sonra mənimlə Cibril əleyhissalam gedir. Hətta intəhə
qalxır. Hətta intəhə bi ilə sidratil muntəhə. Və məni sidratil muntəhə deyilən, yəni ağac, son ən yuxarıda olan ağacın yanına, ona sidratil muntəhə deyirlər. Onun yanına Cəbrail əleyhissalam məni ora qaldırır. Fəğəşiyəhə əlvanun la ədri məhiyyə. Və o ağacın rənglərini elə bir rənglərə bölünmüşdü, mən onu yəni təsəvvür deyə bilmirəm, sözlə ifadə edə bilmirəm. Thumma udkhiltul cənnə. Sonra isə Cibril əleyhissalam məni cənnətə daxil etdi. Fəidə fihi həbayilu el-lu'lu'i. Və orada yəni mərcandan, mirvardan olan, yəni bəzək əşyalar, boyunbağlar, yəni kəndirlər asılmışdı, var idi. Və idə turabuha al-misk. Və onun torpağı miskdir. Yəni torpağı da miskdən ibarət idi. Yəni bu uzun hədisdir. Burada əsas bizə lazım olan Mirac hadisəsi, hansı ki namazın fərzinin necə olmağı, hansı şəraitdə olmağı İmam Buxari gətirir. Hədisin şərhi böyükdür, vaxt çox aparacaq. Ona görə inşallah bunu saxlayaq gələn dərsimizə. Subhanəkallahumma hamdik, əşhədü ən la ilahə illə ent, əstəğfiruka və etûbü ileyk.